Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov sensasiyalı açıqlaması ilə gündəmi alt-üst etdi. Təcrübəli mütəxəssis qarşıdakı vacib beynəlxalq oyun öncəsi açıq şəkildə etiraf etdi. Newcastle-la oyuna hazır olmayacağıq. Bunu indidən deyirəm. Bu sözlər təkcə bir məşqçi şikayəti deyil, Azərbaycan futbolunun infrastruktur problemlərinə açıq mesaj kimi qiymətləndirilir. 4 oyunun gücünü sərf etdik. Qurbanov bildirib ki, son 2 səfər qarşılaşması komandanın fiziki və psixoloji enerjisini maksimum həddə çatdırıb. Səbəb isə meydanın bərbad vəziyyəti olub. Onun sözlərinə görə, futbolçular sürüşürdü. Topa nəzarət minimum səviyyədə idi. Temp qurmaq mümkün olmurdu. Zədə riski son həddə idi. Baş məşqçi hətta bildirib ki, belə şəraitdə futbol oynamaq deyil, sadəcə mübarizə aparmaq mümkün idi. Zədələr və risk. Qapıçı Mateusz Kochalski məşq zamanı zədələnib. Leandro Andrade isə artıq zədə ilə mübarizə aparır. Qurbanov açıq şəkildə bildirib ki, belə meydanda futbolçunun necə zədələndiyini anlamaq belə çətindir. Qarşıda İngiltərə nəhəngi, Newcastle United. Qarabağı çətin sınaq gözləyir. İngiltərə təmsilçisi ilə qarşılaşma öncəsi cəmi 3-4 gün bərpa vaxtının qalması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu açıqlama azarkeşlər arasında ciddi müzakirələrə səbəb olub. Bəziləri bunu psixoloji gediş sayır, digərləri isə real təhlükə siqnalı kimi qəbul edir. Nəticə: Qurban Qurbanovun sözləri təkcə bir oyunun deyil, ümumilikdə yerli futbol infrastrukturunun müzakirəyə çıxarılması deməkdir. Əgər meydan problemləri həll olunmasa, beynəlxalq arenada uğur qazanmaq daha da çətinləşə bilər. İndi əsas sual budur. Qarabağ bütün çətinliklərə baxmayaraq sürpriz edə biləcəkmi? Fikrinizi bölüşün və futbol gündəmini izləmək üçün bizi izləyin.